Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə ilk təlimlərinin hər günü tarix yazılır. Türkiyə və Azərbaycan şahinləri bugün birgə aviaşou nümayiş etdiriblər. Ötən gün ilk dəfə F-16 qırıcılarında səmaya qalxan Azərbaycan pilotlarının təlimlərin bugünkü mərhələsində Türkiyəli həmkarları müşahidə edib. Bölgə sakinləri aviaşounu böyük maraqla qarşıladılar, elə pilotların da təəssüratı zəif olmayıb. Azərbaycan hərbi qüvvələrinin qatıldığı bugünkü təlimlərə türk pilotları start verdi. F-16 döyüş təyyarələrində havaya qalxan qonşu ölkənin şahinləri sükutu belə pozdu. Daha sonra növbə Azərbaycanlı pilotlara verildi. Türklərin müşayiəti ilə pilotlarımız F-16 təyyarəsini səmaya qaldırdı. Səmada Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd MiG-29 döyüş təyyarələri də göründü. F-16'ların yerləşdiyi aerodromun üzərində uçuşlar həyata keçirən Azərbaycanlı pilotların aviaşousu hamının böyük marağına səbəb oldu. Təqribən 2 saatlıq təlim uçuşundan sonra Azərbaycanlı pilot İbrahim Həziyevin idarə etdiyi F-16 aerodroma indi. Uğurlu uçuş həyata keçirən Türk və Azərbaycanlı təyyarəçiləri iki qardaş ölkənin bayraqları ilə salamladılar. Pilotumuz F-16'da uçuşunun ilk təəssüratlarını bizimlə bölüşdü. F-16 təyyarəsində uçuşumuzu uğurla yerinə yetirdik. Ondan sonra təyyarənin müxtəlif vəziyyətlərdə manevrlər yerinə yetirdik. Sistem və hava daxmalarının işləməsi tanış olduq. Hər bir təyyarəçinin arzusudur daha yeni tip təyyarələrdə uçuş yerinə yetirmək. Hərbi Hava Qüvvələrinin baş şturmanı Polkovnik Faiq Əliyev bu təlimlərin Rusiya istehsallı təyyarələrin döyüş taktikasını və texniki imkanlarını mükəmməl bilən Azərbaycanlı pilotların yeni təcrübə qazanmasına imkan verdiyini deyir. İndi hal-hazırda NATO taktikasını öğrenirik ve bizim təyyarəçilər F-16 təyyarədə uçmaya başladılar ve onların düşmən hədəflərinə necə yaxınlaşmağı, düşmən hədəflərin havada necə qamarlamağı öyrəndik. İki qardaş ölkənin hərbi hava qüvvələrinin həyata keçirdiyi uğurlu təlimlər hələ oktyabrın 3-nədək davam edəcək.